Bugün riyaziyyatın əsas dərslərindən olan natural ədədlərin izahını verəcəm. Əvvəlcə rəqəmlərdən başlayaq. Rəqəmlər 0-dan 9-a qədər qiymət alan və birləşərək ədədləri əmələ gətirən simvollardır. Məsələn, 1, 2 və 0 rəqəmlərini birləşdirərək 120 ədədini əldə edə bilərik və yaxud 6 və 7 rəqəmlərindən istifadə edərək 67 ədədini əmələ gətirə bilərik. Sayma zamanı istifadə olunan ədədlərə isə natural ədədlər deyilir. Natural ədədlər çoxluğu sonsuzdur. Saymaqla tükənmir. Natural ədədin yazılışında rəqəmin tutduğu yer mərtəbə adlanır. 0-ın mərtəbəsi təklik, 2-nin mərtəbəsi onluq və 1-in mərtəbəsi isə yüzlükdür. Mərtəbələr birləşərək isə siniflər əmələ gətirir. Məsələn, təklik sinifi, minlik sinifi, milyonluq sinifi və milyardlıq sinifi. Hər sinifdə də 3 mərtəbə mövcuddur. Təklik sinifindəki mərtəbələr təklik, onluq, yüzlük olur. Millik sinifindəki mərtəbələr minlik, 10 minlik, 100 minlik olur. Milyonluq sinifindəki mərtəbə milyonluq, 10 milyonluq və 100 milyonluq olur. Milyardlıq sinifində isə milyardlıq, 10 milyardlıq və 100 milyardlıq şəklində olur. Əgər uzun bir natural ədədi oxumaq istəyiriksə, sağ tərəfdən 3-3 ayıraraq oxuya bilərik. Necə? Gəlin baxaq. Əlimizdə belə bir natural ədəd var. Gəlin oxunuşuna baxaq. Sağdan sola doğru 3-3 ayıraraq gedəcək. 3, 3, 1. Ən qarşıda duran ədəd 1 də ola bilər, 2 dənə də ola bilər, 3 dənə də ola bilər. Amma yerdə qalan bütün ədədlər 3-3 ayrılmalıdır. İndi altından isə sinifləri yazacaq. Birinci gələn sinif təklik, ikinci minlik, üçüncü isə milyonluqdur. O zaman belə oxuyuruq. 1 milyon 230, o zaman belə, onda belə oxuyuruq. 1 milyon 236 min 487 və s. Hər zaman 3-3 ayıraraq bu şəkildə rahat oxuya bilərsiniz. Tək və cüt ədədlər. Tək ədədlər sonu 1, 3, 5, 7, 9 rəqəmi ilə bitən ədədlərdir. Cüt ədədlər isə sonu 2, 4, 6, 8 və 0 rəqəmləri ilə bitən ədədlərdir. Tək ədədlərin ümumi yazılışı 2n-1 və yaxud 2n plus 1 şəklindədir. Cüt ədədlərin yazılışı isə 2n şəklindədir. Tək və cüt ədədlər üzərində əməllərə baxaq. Tək ədədlə tək ədədin cəmi cütdür. Tək ədədlə cütün fərqi isə tək ədəddir. Cütlə cütün cəmi cütdür. Gəlin bir ikisinə nümunə ilə baxaq. Təklə təkin cəmi cütdür. 1 üstə gəl 3, 1 də təkdir, 3 də təkdir. Toplayaq, bizə 4 verdi. Deməli, cüt alındı. Daha sonra təklə təkin fərqi cütdür. 7 çıxılsın 3 bərabərdir 4. Yenə cüt alındı. Təklə cütün cəmi təkdir. 5 üstə gəl 2 bərabərdir 7. 5 tək, 2 cüt və nəticəmiz də tək alındı. Doğrudur. Gəlin vurmaya da baxaq. Cütün cütə hasili cütdür. 2 vurulsun 4 bərabərdir 8. Bunları əzbər şəkildə yadda saxlamağa ehtiyac yoxdur. Yerinə ən kiçik tək və ən kiçik cüt ədədi qoymaqla tapa bilərik. Məsələn, ən kiçik tək ədədimiz 1, ən kiçik cüt ədədimiz 2. Bütün suallarda ifadənin yerinə 1 və 2 qoyaraq rahat hesablaya bilərik. Gəlin bir misal yazaq. Nümunə üzərində baxaq. 2n plus 5 ifadəsinin cüt yoxsa tək olduğunu yoxlamaq üçün yerinə 1 və 2 rəqəmlərini yazacaq. Bir dəfə 1 verək. 2 vurulsun 1, üstə gəl 5. 2-ni 1-ə vuranda 2, üstünə 5 gələndə 7. Tək alındı. İndi isə 2 qoyaq yerinə.
2 vurulsun 2 üstəgəl 5 bərabərdir. 4 üstəgəl 5 9. İkisində də nəticə tək alındı. Deməli, ifadənin qiyməti tək ədəddir. Natural ədədlərin onluq say sistemində yazılışı. Onluq say sistemində istənilən ədədi onluq mərtəbə vahidləri ilə göstərmək olur. Məsələn, 235. Bunu onluq mərtəbələr şəklində göstərsək, 200, yəni 2 vurulsun 100, üstə gəlinsin 30, yəni 3 vurulsun 10, üstə gəlinsin 5 şəklində yazmaq olar. Ümumi yazılışı isə hərflərləndir. Məsələn, A, B, C. Onluq mərtəbə şəklində yazmaq üçün hər bir rəqəmi öz mərtəbəsinə vurmaq lazımdır. A, B, C hər hansısa bir rəqəmdir. C-nin mərtəbəsi təklik olduğu üçün tək yazılır. B-nin mərtəbəsi onluq olduğu üçün ona vurulacaq. A-nın mərtəbəsi isə yüzlük olduğu üçün 100-ə vurulacaq. Onda ifadəmiz 100 vurulsun A, yəni 100-a, üstə gəlinsin 10 vurulsun B, yəni 10B, üstə gəlinsin C şəklində olacaq. Aşağıda isə ümumi yazılışı verilib. A0, A1, A2 və s. AN. Bu şəkildə bir ədədi onluq mərtəbələrinə ayırdıqda hər bir rəqəmi onun mərtəbəsinə vururuq. A0-ın mərtəbəsi n olduğu üçün 10 üstü n-ə vuruldu. A1-in mərtəbəsi 10 üstü n çıx 1, A2-nin mərtəbəsi 10 üstü n çıx 2 və s. bu şəkildə azalaraq gedir və sondakı rəqəm hər zaman təklik olduğu üçün tək şəkildə yazılır. Gəlin bir nümunəyə də baxaq. 49587 ədədini onluq mərtəbələrə ayırırıq. 4 vurulsun 10 üstü 4. Bunun bir rahat yolda özündən sonrakıları 0 kimi qəbul etməkdir. Özündən sonra 4 0 olduğu üçün 10 üstü 4 yazıldı. 9 vurulsun 10 üstü 3. 9-dan sonra 3 rəqəm gəldiyi üçün 5 vurulsun 10 üstü 2. 8 vurulsun 10 və sonda mərtəbəmiz təklik olduğu üçün 7 tək yazılır. Burada bir şeyə də diqqət yetirək. Əgər AB-nin, yəni ədədin qarşısında mənfi varsa, o zaman həmin mərtəbəni onluq vahidlər şəklində açıqda hər ikisinin işarəsini dəyişmək lazımdır. Adətən bunu səhv olaraq mənfi 10-a üstəgəl B şəklində yazırlar. Bu doğru yazılış deyil. İndi isə natural ədədlər üzərində əməllərə baxaq. Natural ədədləri toplamaq, çıxmaq, vurmaq və bölmək olar. Natural ədədlərin toplanması və vurulması yenə natural ədəd verir. Amma çıxılması ilə bölünməsi natural ədəd verməyə də bilər. Məsələn, 5 çıxılsın 7. 5 və 7 natural ədəd olduğu halda 5-dən 7 çıxdıqda mənfi 2 alınır və mənfi 2 natural ədəd deyil. Daha sonra bölməyə baxa bilərik. Bölmədə də 5 bölünsün 2 eləyir 2,5. Onluq kəsir alınır, yəni natural ədəd vermir. Natural ədədlərin bölünməsi ilə bağlı belə bir düstura baxaq. A bərabərdir B vurulsun Q, üstə gəlinsin R. A burada bölünən, B bölən, Q qismət, R isə qalıqdır. Və bölənlə qalıq arasında hər zaman belə bir münasibət var. Bölən qalıqdan böyük olmalıdır. Gəlin misala baxaq. A ədədinin B-yə bölünməsindən alınan natamam qismət 7, qalıq 4 olarsa, bölünənin ən kiçik qiymətini tapın. Düsturda yerinə yazaq. Natamam qismət, yəni Q 7, B vurulsun 7, üstəgəl, qalığımız isə 4-dür. Üstəgəl 4. Bizdən bölünənin ən kiçik qiymətini istəyir. Ən kiçik qiyməti vermək üçün əvvəlcə biri düşünə bilərik. Lakin dedik ki, bölən qalıqdan, yəni 4-dən böyük olmalıdır. Ona görə də 4-dən böyük olan ilk natural ədədimiz 5 olduğu üçün bölənin yerinə 5 qoyacaq. 5 vurulsun 7, üstə gəlinsin 4. 5 vur 7, 35, 35 üstə gəl 4, 39. Deməli, bölünənin ən kiçik qiyməti 39-dur.
Bölünmə əlamətləri. Bütün cüt ədədlər 2-yə bölünür. 2, 4, 6, 8, 12, 18 və s. İxtiyari cüt ədəd 2-yə bölünəcək. Verilmiş ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, həmin ədəd 4-ə bölünər. 2-yə bölünmə ilə 4-ə bölünmə bənzərdir. Niyə? Çünki 2-yə bölünmədə biz son rəqəmə baxırıq. Məsələn, 28. 28-də son rəqəmə baxırıq. Son rəqəm cüt olduğu üçün, yəni 2-yə bölündüyü üçün 28 də 2-yə bölünür. 4-də isə son rəqəminə yox, son 2 rəqəminə baxırıq. Məsələn, 128. Son 2 rəqəminin əmələ gətirdiyi ədəd 28 4-ə bölünürsə, həmin ədəd də 4-ə bölünər. İndi isə gəlin 8-ə baxaq. Verilmiş ədədin son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, həmin ədəd 8-ə bölünər. Bu dəfə isə 3128. 3128-də də əgər 128 8-ə bölünürsə, deməli onda 3128 də 8-ə bölünmüş olacaq. Onda belə bir qanun uyğunluq var ki, 2-də son rəqəminə baxırıq, 4-də son 2 rəqəminə baxırıq, 8-də isə son 2 rəqəminin əmələ gətirdiyi ədədə baxırıq. Keçək 5-ə. Son rəqəmi 0 və ya 5 olan ədədlər 5-ə bölünür. Verilmiş ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 25-ə bölünərsə, həmin ədəd 25-ə bölünər. Yenə 2 və 4 kimi burada da uyğunluq var. 5-ə bölünmədə son rəqəmə baxırıq, sonu 5-ə bölünməlidir. Məsələn, 50 və yaxud 35. Sonu 5 və ya 0 olduğu üçün 5-ə tam bölünür. 25-ə bölünmə qaydası isə son 2 rəqəmidir. Onda 150 yazsaq, son 2 rəqəmi, yəni 50 25-ə bölündüyü üçün 150 də 25-ə tam bölünür. İndiyə qədər baxdığımız ədədlərin bölünmə əlamətləri oxşar idi. Fərqli olan 2 bölünmə əlamətinə baxaq. Rəqəmləri cəmi 3-ə bölünən bütün ədədlər 3-ə tam bölünür və rəqəmləri cəmi 9-a bölünən bütün ədədlər 9-a tam bölünür. Məsələn, 123. 123-ün rəqəmləri cəminə baxsaq, 1 üstəgəl 2, üstəgəl 3 bizə verəcək 6. 6 3-ə tam bölündüyü üçün, deməli bu ədəd 3-ə bölünür. Lakin 6 9-a tam bölünmədiyi üçün, deməli 123 də 9-a tam bölünmür. Amma burada bizə 6 qalğı tapmaqda kömək edir. 123-ü 9-a böldükdə qalğımız 6 alınır. Gəlin birini də yazaq. 26. 26 ədədi rəqəmləri cəminə baxsaq, 2 üstəgəl 6 eləyir 8. 8 olduğu üçün 8 9-a tam bölünmür. Deməli 26 da 9-a tam bölünməyəcək. Amma qalğımız nədir? 8. Deməli, yerdə qalan hər ədəd bizə qalğı göstərir. Yalnız vahidə, yəni 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Məsələn, 2, 3, 5, 11, 13, 17, 19 və s. Mürəkkəb ədədlərə baxaq. Vahiddən və özündən başqa böləni olan natural ədədlərə mürəkkəb ədədlər deyilir. Mürəkkəb ədədlərin bölənləri 3 və daha çoxdur. Məsələn, 4. 4 ədədi mürəkkəbdir və bölənlərinin sayı 3-dür. Hansılardır baxaq? 1, 2 və 4-ün özü. Bütün sadə kvadratik ədədlərin bölənləri 3-dür. Məsələn, 9. 9 3-ün kvadratıdır. 3-ün kvadratı olduğu üçün 3 dənə böləni var. 1, 3 və 9. Və yaxud 49. 49 7-nin. 49 7-nin kvadratıdır. Ona görə bölənləri 7, 1 və 49 olacaq. Və s. bu şəkildə yaza bilərik. Mürəkkəb ədədlər 4, 6, 8, 10, 12 və s. şəklində yazılır. Və nə mürəkkəb, nə də sadə olmayan yeganə bir ədəd var, o da vahid. Çünki vahidin, yəni 1-in bir dənə böləni var, o da elə 1-dir.
Sadə ədədlərdə 2 dənə bölən oldu, 1 və özü. Mürəkkəb ədədlərdə 3 və daha artıq bölən oldu. Vahiddə isə sadəcə 1 bölən var. Ona görə nə sadədir, nə də mürəkkəb. İndi isə keçək qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadə ədədlər isə vahiddən başqa ortaq vurğu olmayan ədədlərə deyilir. Məsələn, 4 və 9. 4 və 9 ayrılıqda mürəkkəb ədədlərdir. Çünki 4 2-yə bölünür, 4-ə bölünür. Bir də 1-ə bölünür. 9 isə 3-ə, 1-ə və 9-a bölünür. Gəlin buradan birləri silək. Çünki vahidə baxmırıq və vahiddən başqa ortaq vurğu olmayan ədədlər qarşılıqlı sadədir. Baxıram 4-ün bölənlərinə 2 və 4-dür. 9-un bölənləri isə 3 və 9-dur. Burada ortaq bir bölən yoxdur. Ona görə qarşılıqlı sadə olurlar. Gəlin bir də 6 ilə 4-ə baxaq. 6-nın vurğuları 2, 3, 6. 1-i yenə yazmıram. Başımız qarışmasın. 4-ün bölənləri isə 2, 4. Aha, burada hər ikisində 2 böləni ortaq olduğu üçün bu ədədlər qarşılıqlı sadə deyil. Qısaca belə deyə bilərik ki, hər ikisinin ortaq böləni varsa qarşılıqlı sadə deyil, hər ikisinin ortaq böləni yoxdursa qarşılıqlı sadədir. Kanonik ayrılış natural ədədlərin sadə vurğulara ayrılışıdır. A bərabərdir A üstü N vurulsun B üstü M və C üstü K. Burada sadə vurğuların sayı N üstə M üstəgəl K şəklində olacaq. Yəni qüvvətlərin cəmi olacaq. Müxtəlif sadə vurğuların sayı isə 3 dənədir. A, B, C. Çünki müxtəlif olanları seçirik. Sadə bölənlərin sayı da həmçinin. Natural bölənlərin sayını tapmaq üçün isə qüvvətlərini 1 artırıb vurmaq lazımdır. Keçək, özündən kiçik özü ilə qarşılıqlı sadə ədədlərin sayı. A vurulsun A çıx 1 bölü A, vurulsun B çıx 1 bölü B, vurulsun C çıx 1 bölü C. Nümunə üzərində yazdıqda daha rahat olacaq. Natural bölənlərin cəmi isə bu düsturla hesablanır. Gəlin indi nümunə üzərində işləyək. 360 ədədini vurğulara ayırırıq. Əvvəlcə 2-yə bölürük. 180, daha sonra yenə 2-yə bölürük 90, 2-yə bölürük 45, 3-ə bölürük 15, 3-ə bölürük 5. Burada elənən ən böyük səhvlərdən biri də mürəkkəb bir ədədə bölməkdir. 360 6-ya da bölünür, lakin biz 6-ya bölmürük. Çünki sadə vurğular şəklində yazmalıyıq. Aha, 2-dən 3 dənə olduğu üçün 2-nin kubu, vurulsun 3-dən 2 dənə olduğu üçün 3-ün kvadratı və 5-dən 1 dənə olduğu üçün vurulsun 5 şəklində yazdıq. Sadə vurğuların sayını tapmaq üçün qüvvətləri toplayırıq. 3 üstə 2 üstə gəl 1. Əgər 5-in qüvvətində heç nə yazılmayıbsa, o 1 yazılıb deməkdir. Müxtəlif sadə vurğuların sayı isə 3 dənə olacaq, 2, 3 və 5-dir. Sadə bölənlərin sayı da həmçinin yenə 3 dənədir. Natural bölənlərin sayını tapmaq üçün yenə bizə qüvvət lazımdır. Qüvvətlərini bir vahid artırırıq. 3 üstə gəl 1, vurulsun 2 üstə gəl 1, vurulsun 1 üstə gəl 1. 4 vur 2, 3, 12, 12-ni 2-yə vuranda 24. Özündən kiçik, özü ilə qarşılıqlı sadə ədədlərin sayını belə tapırıq. 360 vurulsun, məxrəcdə vurğuların özü 2, 3, 5, surətdə isə onların 1 əksiyi. 2-dən 1 çıxanda 1, 3-dən 1 çıxanda 2, 5-dən 1 çıxanda 4. Və bunu həll eləyib 96 alırıq. Natural bölənlərin cəmi isə 2 üstü 4 çıx 1, bölünsün 2 çıx 1, 3 üstü 3 çıx 1 bölü 3 çıx 1, vurulsun 5-in kvadratı çıx 1, bölünsün 5 çıx 1. O da bizə 15 vur 13 vur 6 verəcək. Əsas məsələ əbob və əkoba gəldik. Əbob ən böyük ortaq bölən, əkob isə ən kiçik ortaq bölünən deməkdir. Məsələn, əvvəlcə bölən nədir, bölünən nədir ona baxaq. 6 yazaq, 6 və 4. 6-nın bölənləri 1, 2,
3 və 6-dır. 4-ün bölənləri isə 1, 2, 4-dür. Bölənləri seçdik. İndi isə ortağı seçəcəyik. Ortaqlar 1 və 2-dir. Ortaqları da seçdik. İndi isə ən böyüsünü seçməliyik. 1 ilə 2-nin arasında ən böyük 2-dir. Ona görə də bizim əbobumuz 6 və 4-də 2 olacaq. Bu əbobun mənasıdır. İndi isə gəlin qısa hesablamasına baxaq. Əvvəlcə 40 ilə 12-nin əbobunu tapmalıyıq. 40-ı vuruqlara ayırırıq, həmçinin 12-ni də vuruqlara ayırırıq. Daha sonra hər ikisində olan ədədlər seçilir. Təbii ki, sola baxmırıq. Hər ikisində 2 vuruğu var, ona görə onları seçdik. Daha sonra gəlirik, yenə 2 vuruğu var, ortaqdır, ona görə o da seçilir. Başqa ortağımız olmadığı üçün onlar yazılmır. Cavabımız oldu. 2 vurulsun 2. Yadda saxlayaq, bütün vuruqları yazmırıq. Hansılar ortaqdırsa, 2 ilə 2-dən bir dənəsini yazırıq. Və 2 dənə ortaqdan yenə birini yazırıq. İndi isə əkoba baxaq. Əkobun mənası da ən kiçik ortaq bölünəndir. Gəlin yenə 6 və 4-ü yazaq. Bu dəfə isə bölünənləri. 6-nın bölünənləri başlayır 6-dan. 6, 6 vur 2, 12, 6 vur 3, 18, 6 vur 4, 24. Birində yazaq, 6 vur 5, 30. 4-ün bölünənləri 4. Daha sonra 4 vur 2, 8, 4 vur 3, 12, 4 vur 4, 16, 4 vur 5, 20, 4 vur 4, 24. Bu qədər yazsaq kifayətdir. İndi bölünənləri yazdıq. Sonra isə ortaq seçmək lazımdır. Hər ikisində ortaq bölünənlər 12 və 24-dür. Ortağı da seçdik. Bizə ortaqların arasında ən kiçiyi lazımdır. 24 ilə 12-nin arasında ən kiçik 12-dir. Ona görə əkobumuz 6 və 4-də 12 verəcək. Bu əkobun mənasıdır. Gəlin indi həllinə baxaq. Əvvəlcə 40 və 12-ni vuruqlara ayırırıq yenə və ortaqları seçirik. Hər ikisində 2 var, ortağı yazdıq. Hər ikisində yenə 2 var, ortağı yazdıq. Daha sonra isə yerdə qalanları əlavə edirik. Yerdə kim qaldı? 2, 5 və 3. Onları da əlavə edirik və nəticəmiz 2 vur 2, 4, 2 vur 3, 6, 4 vur 6, 24, 24 də 5-ə vuranda 120. Deməli, ən kiçik ortaq bölünənimiz 120, ən böyük ortaq bölənimiz isə 4-dür. İndi isə bəzi düsturlara baxacaq. Əkob AB vurulsun əbob AB, A vurulsun B-yə bərabərdir. Niyə? Əbobla əkobun vurulmasına baxaq. Əkobda 2 vur 2, vur 2, vur 3, vur 5 var. Əbobu da yanına yazacağım. Vurulsun 2, vurulsun 2. İndi gəlin ədədlərin bütün vuruqlarına baxaq. Görək burada varmı? 2 var, 2 var, 2 var, sildim, 5 var, daha sonra 2 var, 2 var, 3 var. Gördüyümüz kimi bütün vuruqlar əkobla əbobun hasilində oldu. Ona görə də əkob AB vurulsun əbob AB bizə elə ədədlərin öz hasilini verir. Bölməsi isə əkob AB bölünsün əbob AB bərabərdir C. Aha. Dedik ki, əkobu əboba böldükdə bizə ortaq olmayan vuruqlar qalır. Yəni, ortaq olmayanlar kimlərdir? 2, 5 və 3-ün hasili qalır. Yoxlayaq. Əbobumuz 2 vur 2-dir. Məxrəzdə yazıram. 2 vur 2. 2 ilə 2 ixtisar gedir. Bu 2 ilə də bu 2 ixtisar gedir. Yerdə nə qaldı? 2, 3, 5. Həqiqətən də ortaq olmayan vuruqların hasili qaldı. O da bizə 2 vur 3, 6, 6 vur 5, 30 verir. Aha. Əbob AB bərabərdir. Kök altında A vurulsun B bölünsün C-yə.
Digər tərəfdən əkov AB bərabərdir kök altında 3-ünün də hasili. Bu da yuxarıda verilən 2 düsturdan alınır. AB-nin bölənidirsə, onda əbobdan bölən, əkovdan isə bölünən çıxır. Məntiqlə belə yadda saxlaya bilərsiniz ki, bölən sözü daha yığcamdır, daha kiçikdir. Ona görə əbobla bağlıdır. Bölünən sözü isə daha uzundur, daha böyükdür. Hər zaman AB-nin bölənidirsə, əbobdan bölən kiçik olan, əkovdan isə bölünən böyük olan çıxır. A və B qarşılıqlı sadə ədədlərdirsə və yaxud ardıcıl ədədlərdirsə və ya ardıcıl tək ədədlərdirsə, onda əbobları 1, əkovları isə AB olacaq. Məsələn, qarşılıqlı sadə desək, əbob 4 və 9. 4 və 9 qarşılıqlı sadədir. Yeganə ortaqları var, o da 1. Ona görə əbobdan 1 çıxır. Digərlərini də yoxlaya bilərsiniz. A və B ardıcıl cüt ədədlərdirsə, onda əbobdan 2, əkovdan isə A vur B bölünsün 2 çıxır. Əbob 4 və 6. Bunu yadda saxlayaq. Əgər əbobun daxilindəki ədədləri eyni bir ədədə bölmək mümkündürsə, onu qarşıya çıxara bilərik. Məsələn, 4-ü də 2-yə bölmək olur, 6-ını da 2-yə bölmək olur. Əbobun qarşısında onu da yazıram. 2-yə vurulsun. Əbob 4-ü 2-yə böləndə 2, 6-ını 2-yə böləndə isə 3. 2 ilə 3-ün ortağı 1 olduğu üçün cavabımız 2 vurulsun 1 bərabərdir 2 olacaq. Həqiqətən də aldıq ki, əbob AB bərabərdir 2. Əkobunu da siz yoxlaya bilərsiniz. Bəs əkobda qarşıya ədəd çıxartmaq mümkündürmü? Bunun isbatını sizlərə buraxıram. Yerinə ədəd qoyaraq yoxlaya bilərsiniz. Say düsturu. N bərabərdir, son çıxılsın ilk, bölünsün fərq, üstə gəlib 1. Bununla bağlı bir suala baxaq. Fərz eləyək, bizə belə bir sual verir. 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? 4-ə bölünən 2 rəqəmli. Ondan başlayaraq bir-bir saymaqla vaxtımız çox gedəcək. Amma bu düsturla qısa yerində tapa bilərik. Gəlin baxaq. 4-ə bölünən ilk 2 rəqəmli ədəd 12. Sonuncu 2 rəqəmli ədəd isə 96-dır. İndi yerinə qoyaq. 96 sonuncu ədəd, yəni çıxılsın 12. Yəni ilk ədəd bölünsün fərq. Fərq nədir? Neçə artırsa o. 4-ə bölünən dediyi üçün biz 4-ə böləcəyik. Üstə gəl 1. 96-dan 12 çıxır. 84. 84 bölünsün 4, üstə gəl 1. O da bizə verir. 84 4-ə böləndə 21. 21-in də üstünə 1 gələndə 22. Daha sonra həmin ədədlərin cəmini taparıq. Cəm düsturu ilə yenə son, üstə gəl ilk, yəni 96, üstə gəlinsin ilk ədəd 12, bölünsün 2, vurulsun n. N nədir? N sayımızdır. Vurulsun 22. Bu düsturla da 2 rəqəmli ədədlər arasında 4-ə bölünənlərin cəmini tapmış olarıq. Keçək növbətinə. Əkob və əbob kəsirli olarsa nə etmək lazımdır? A bölünsün B, C bölünsün D verilibsə, onda surətdə əkob, məxrəzdə isə əbob yazılır. Eyni şəkildə əbob A bölünsün B, C bölünsün D verilibsə, onda surətdə əbob, məxrəzdə isə əkob yazılır. Bundan əlavə, məsələdə eyni, bərabər sözləri varsa, əbobu tapmalıyıq. Məsələdə ən kiçik, ən qısa, ən az sözləri varsa, 3-3, 4-4 kimi ədədlər yazılırsa, o zaman əkoba baxmaq lazımdır. Tam ədədlər. Tam ədədlərdə toplama, vurma və mötərizə açma önəmlidir. Əvvəlcə tam ədədlər hansı ədədlərdir? Onlara baxaq. Natural ədədlər
0 və mənfi ədədlər bir yerdə tam ədədləri əmələ gətirir. Tam ədədlər Z hərfi ilə işarə olunur. Deməli, tam ədədlərə kimlər aiddir? Mənfilər, -1, -2, -3. Daha sonra 0. Daha sonra müsbət ədədlər 1, 2, 3 və s. Tam ədədlərin toplanmasına baxaq. Əgər 2 dənə müsbət ədəddirsə, 2 üstəgəl 3 bərabərdir, bizə müsbət cavab verəcək. Əgər 2 dənə mənfi ədəddirsə, -1 çıxılsın 3 bərabərdir. İşarələrinə diqqət eləməliyik. İkisinin də işarəsi eynidirsə, istər müsbət olsun, istər mənfi olsun. Onlar toplanmalıdır. 1 dən 3'ü toplayırıq, bizə verir 4. Lakin işarəmiz mənfi olacaq. Bəs biri mənfi, biri müsbət olarsa, -2 üstə gəlinsin 7. Biri mənfi, biri müsbət olduqda böyük ədəddən kiçik ədəd çıxılır və böyüyün işarəsi yazılır. 7-dən 2 çıxırıq, bizə verir 5. 7-nin işarəsi müsbət olduğu üçün cavabımız müsbət 5'dir. Birində yazaq, -3 üstə gəlinsin 2. Yenə biri mənfidir, biri müsbətdir. Ona görə də çıxılacaq və böyüyün işarəsi yazılacaq. 3-dən 2 çıxanda 1. Baxıram, böyük ədəd 3'dür. 3'ün işarəsi mənfi olduğu üçün qarşısına mənfi atırıq. Qeyd edim ki, burada modulca böyülüyə baxılır. Normalda -3, ümumiyyətlə bütün mənfi ədədlər müsbətlərdən kiçikdir. Lakin biz modulca 3'ün qiyməti 2'nin qiymətindən böyük olduğu üçün böyük ədədin işarəsini yazmış olduq. İndi vurmaya baxaq. Vurmada isə işlər başqa cürdür. -2 vurulsun -3. Eyni işarələri vururuqsa cavabımız müsbət eləyəcək. Müsbət 6. -2 vurulsun müsbət 4. Biri mənfi, biri müsbətdirsə, onda cavabımız mənfi eləyəcək. 8. Eyni işarələrin hasili müsbət, müxtəlif işarələrin hasili isə mənfi cavab verir. Mötərizənin açılmasına baxaq. Mötərizənin qarşısında mənfi varsa, o zaman mötərizəni açanda içindəkilərin işarəsi əksinə dəyişir. Məsələn, -2 çıxılsın A bərabərdir. Qarşıda mənfi olduğu üçün mötərizəni açanda içindəkilərin işarəsini dəyişəcək. 2 olacaq -2, A olacaq müsbət A. A mənfi idi, müsbət oldu. 2 müsbət idi, mənfi oldu. Birini də yazaq. Mənfi A üstəgəl 7. B üstəgəl 7 yazaq. Yenə içindəkilərin işarəsi dəyişəcək. -B çıxılsın 7 şəklində olacaq. Bəs qarşıda ədəd olarsa 2 vurulsun 3 üstəgəl C bərabərdir. Onda 2'ni hər iki ədədə vurub el açmaq lazımdır. 2'ni 3'ə vururuq 6 üstəgəl 2'ni C'yə vururuq 2C. Mənfi ədədə vurduqda da eyni şəkildə. -2 vurulsun 3 üstəgəl C. -2'ni müsbət 3'ə vururuq, cavabımız -6. -2'ni C'yə vururuq, cavabımız -2C. Tam ədədlər asan bir mövzudur, lakin diqqətli bir şəkildə öyrənilmədikdə qarşıda çox çətinlik yaradır. Ardıcıl ədədlər bir-bir artdığı üçün ilk ədədimiz x, ikincisi x plus 1, üçüncüsü x plus 2 və s. bir şəkildə gedir. Ardıcıl cüt və ardıcıl tək ədədləri isə 2-2 artır. 1, 3, 5 və yaxud 2, 4, 6 hər ikisi 2-2 artır. Ona görə də ilk həddimiz x, növbəti isə x üstə 2, x üstə 4 və s. bir şəkildə gedir. Bizə sual verilə bilər, ardıcıl cüt ədədlərin cəmi 160'dır və yaxud ardıcıl tək ədədlərin cəmi 270'dir. Bu tip məsələlərdə bu üsuldan istifadə edərək yazsaz, rahat həll edə bilərsiniz. Video sona qədər izləyənlərə bəzi düsturlarda deyəcəm. Birincisi,
ədədin son rəqəmini tapmaq düsturu. Məsələn, 374 üstü 125. Bu ədədin sonuncu rəqəmini soruşur bizdən. Sonuncu rəqəmini tapmaq üçün son rəqəmə baxırıq. 4 üstü 125 şəklində yaza bilərik. İndi isə gəlin 4-ə bölünən ədədlərin hansı rəqəmlə qurtardığına baxaq. Birincisi 4. Daha sonra 4-ü 4-ə vururuq, 16, yəni 6 ilə bitir. Daha sonra 6-nı 4-ə vururuq, 24. Aha, burada bir təkrarlama oldu. Deməli, 2 dənə ədəd dövr edir. 4 və 6. Onda biz 125-i 2-yə bölündə qalıq nə qalır? Onu tapmalıyıq. 125-i 2-yə bölürük. Qalığımız təbii ki 1 olacaq. Qalığı 1 olduğu üçün birinci rəqəmdən qurtaracaq. Yəni, bu ədədin sonuncu rəqəmi 4-dür. Bununla bağlı birində işləyək. 379 377 üstü 35. Yenə sonuncu rəqəmə baxırıq. 7. Yaza bilərik onda 7 üstündə 35. 7-nin bölənlərinin hansı rəqəmlə qurtardığını tapaq. Birincisi 7. Daha sonra 7 vur 7, 49, yəni 9 ilə bitir. 9 vur 7, 63, 3 ilə bitir. 3 vur 7, 21, 1 ilə bitir. 1 vur 7, 7. Yenə dövr elədi, ona görə 7-yə baxmırıq. Beləliklə, belə bir nəticəyə gəlirik ki, son rəqəm bu 4 ədəddən biridir və 4-dən 1 təkrarlanır. Onda 35-i 4-ə bölək. Görək qalığımız nə qalacaq? 35 bölünsün 4. 8 dəfə 32. 35-dən 32 çıxanda 3. Qalığımız 3 oldu. 3 bizə rəqəmin yerini göstərir. Qalıq 1 qalsaydı 7 ilə bitəcəkdi. Qalıq 2 qalsaydı 9 ilə bitəcəkdi. Qalıq 3 qaldığı üçün 3-cü rəqəm, yəni 3 ilə bitir. Onda 377 üstü 35 3 rəqəmi ilə bitir. Keçək növbətinə. İki. A və B ədədləri arasında və A və B ədədləri arasındakı ədədlərin, tam ədədlərin daha doğrusu sayını istəyərsə, onda necə edirik? Əgər interval şəklində verilibsə, yəni mötərizə şəklində verilibsə, onda say düsturumuz bu şəkildə olacaq. B çıxılsın A, çıxılsın 1. Çünki burada hər ikisi də daxil deyil. Düz mötərizə isə daxil olduğunu bildirir. Yumru mötərizə daxil olmadığını bildirir. Məsələn, 2 və 8 ədədləri arasındakı tam ədədlərin sayını istəyir. Yumru mötərizə olduğu üçün 2 ilə 8 özü daxil deyil. Ona görə 3, 4, 5, 6, 7 seçiləcək. Yəni 5 dənəsi. İndi düsturdan hesablayaq. 8 çıxılsın 2, çıxılsın 1. 8-dən 2 çıxanda 6, 6-dan da 1-in çıxanda 5. Deməli, düsturumuz doğruymuş. İkinciyə baxaq. Say düsturu. Düz mötərizə daxil olduğunu bildirir. Yumru mötərizə isə ədədin ora daxil olmadığını bildirir. A daxildir, B daxil deyil. Və yaxud B daxildir, A daxil deyil. Onda isə düstur B çıxılsın A şəklində olacaq. Məsələn, yenə 2-dən 8-ə. Bu dəfə 2 daxildir, yəni 2-nin özünü götürürəm. 8-i isə götürmürəm. Onda ədədlərimiz 2, 3, 4, 5, 6, 7, 7. Bunlar olacaq və sayı bizə neçə verir? 6. 8-dən 2 çıxanda isə 6 qalır. Bu da ödəndi. İkisi də düz mötərizədirsə, onda ikisi də daxildir deməkdir. Say düsturumuz bərabərdir. B çıxılsın A üstəgəl bir şəklində olacaq. Son olaraq ədədin standart şəklinə baxaq. Ədədin standart şəkli A bərabərdir. P vurulsun 10 üstü K şəklində yazılır. K tam ədəddir.
mənfi müsbət 0 ala bilər. P isə 1 ilə 10 arasında qiymət alır. 1-dən böyükdür, ondan kiçikdir. Tam ədəd də ola bilər və ya kəsirli ədəd də ola bilər. P burada qiymətli hissə adlanır. P qiymətli hissə. K isə tərtib adlanır. Bu iki adı yadda saxlayaq. Əgər qiymətli hissə artırsa, tərtib azalacaq. Yox, qiymətli hissə azalırsa, o zaman tərtib artacaq. Necə? Gəlin baxaq. 243 vurulsun 10 üstü 5. Baxırıq ki, 243 ədədi 1 ilə 10 arasında yerləşmir. Onda onluq kəsrə çevirmək lazımdır. Ona görə də 3-dən 2 addım geri gedirik. 1, 2. 2 addım geri gedib vergül atacaq. Ədədimiz olacaq 2 tam %43. Əvvəlki ədədimiz 243, indiki isə 2 tam %43 oldu. Yəni azaldı. Onda tərtibimiz artacaq. Bəs nə qədər artacaq? 2 addım sola irəlilədiyimiz üçün, yəni 2 addım hərəkət etdiyimiz üçün, o da 2 addım artacaq. Əvvəl 5 idi tərtib, üstünə də 2 gəlirəm, tərtibim oldu 7. Birini də yazaq. 0 tam 1000-də 3 vurulsun 10 üstü 6. Baxırıq ki, 0 tam 1000-də 3 1 ilə 10 arasında yerləşmir. Onda 3 addım sağa gedəcəyik ki, ədədimiz 3 olsun. 1, 2, 3. 3 addım irəlilədiyimiz üçün tərtibimiz də 3 qədər dəyişəcək. Baxırıq, 1000-də 3 daha kiçikdir. 1000-də 3 böyüyüb 3 oldu. Ona görə də tərtib kiçiləcək. Nə qədər? 3 qədər kiçiləcək. 6 çıxılsın 3 bərabərdir 3. O da vurulsun 10 üstü 3 oldu. Ümid edirəm video faydalı oldu. Növbəti günlərdə dim izahlarına baxa bilərsiniz. Sağ olun.